Salam dəyərli izləyicilər. Kanal 55-ə xoş gəlmisiniz. Sizi maraqlı və aktual xəbərlərlə daim yeniləməkdən qürur duyurum. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Qış fəslinin son ayı hesab olunan fevral, Azərbaycanda, xüsusilə də Bakı və Abşeron yarımadasında hava şəraitinin ən dəyişkən və riskli dövrlərindən biri kimi qiymətləndirilir. Son illər müşahidə edilən iqlim dəyişiklikləri fonunda fevral ayı artıq təkcə keçid dövrü deyil, eyni zamanda kəskin soyuqlar, güclü küləklər, şaxta və qar yağışları ilə müşayiət olunan təhlükəli mərhələ kimi xarakterizə olunur. Meteoroloji müşahidələr və uzunmüddətli sinoptik proqnozlar göstərir ki, bu il fevral ayı da istisna olmayacaq. Ay ərzində temperatur göstəricilərində sürətli eniş yoxuşlar, hava kütlələrinin tez-tez dəyişməsi və şimaldan daxil olan soyuq axınlar müşahidə ediləcək. Fevralın əvvəlində mülayim hava, sakitlik öncəsi sükut. Mütəxəssislərin proqnozuna əsasən, fevralın ilk 10 günlüyü nisbətən mülayim və stabil hava şəraiti ilə başlayacaq. Bu mərhələdə cənub küləkləri üstünlük təşkil edəcək. Gündüz temperaturu normadan bir qədər yüksək olacaq. Qar ehtimalı minimaldır, əsasən yağmursuz və açıq hava müşahidə ediləcək. Lakin sinoptiklər xəbərdarlıq edirlər ki, bu mülayim hava aldadıcıdır və tezliklə kəskin dəyişikliklərlə əvəzlənəcək. Ən təhlükəli dövr 11-20 fevral. Kəskin soyuqlar və qar. Fevralın ikinci 10 günlüyü 11-20 fevral ayın ən sərt və riskli mərhələsi hesab olunur. Bu dövrdə şimal-qərb küləklərinin, xəzərin güclənməsi ilə birlikdə Bakıda və Abşarında temperaturun sürətlə enməsi gözlənilir. Xüsusilə 14-18 fevral tarixləri arasında soyuq hava dalğasının pik həddə çatacağı bildirilir. Bu mərhələdə gecə saatlarında şaxta, yağıntıların əvvəlcə sulu qar, daha sonra isə qar şəklində düşməsi, güclü külək fonunda boranlı hava şəraiti, yollarda buzlanma və sürüşkənlik ehtimalı yüksəkdir. Ekspertlər bildirirlər ki, Bakının yeni günəşli, Yasamal, Badamdar, Binəqədi kimi hündür və küləyə açıq ərazilərində qar örtüyünün yaranması mümkündür. Bu isə həm piyadalar, həm də sürücülər üçün əlavə risklər yaradır. Şaxta təhlükəsi, kənd təsərrüfatı və gündəlik həyat üçün risk. Kəskin soyuqlar xüsusilə kənd təsərrüfatı üçün ciddi təhlükə yarada bilər. Fevral ayında şaxtaların erkən çiçəkləyən ağaclara, istixana məhsullarına, açıq sahədə saxlanılan bitkilərə zərər vurma ehtimalı var. Eyni zamanda şaxta və buzlanma kommunal təsərrüfat, elektrik xətləri, su boruları və nəqliyyat sistemi üçün də problemlər yarada bilər. Fevralın son 10 günlüyü, yalançı bahar və yeni soyuq dalğalar. Fevralın son 10 günlüyündə hava şəraiti daha da qeyri-sabit olacaq. Mütəxəssislər bu mərhələni yalançı bahar adlandırırlar. Belə ki, bəzi günlərdə temperaturun 10-15 dərəcəyədək yüksəlməsi, yaz havasını xatırladan şərait yaranması mümkündür. Lakin bu istilik uzun müddətli olmayacaq. Onun ardınca qısa müddətli soyuq hava dalğası, yağışlı və küləkli hava, gecə saatlarında yenidən şaxta riski müşahidə edilə bilər. Bu mərhələdə qar yağma ehtimalı azalsa da, hava şəraitinin qəfil dəyişməsi insan sağlamlığı üçün də risk yarada bilər. Mütəxəssislərdən çağırış və xəbərdarlıq. Sinoptiklər və iqlim mütəxəssisləri vətəndaşlara gündəlik hava proqnozlarını diqqətlə izləməyi, sürücülərə qış təkərlərindən istifadə etməyi, kənd təsərrüfatı ilə məşğul olanlara şaxtaya qarşı qabaqlayıcı tədbirlər görməyi, yaşlılara və xroniki xəstəliyi olanlara kəskin soyuqlarda ehtiyatlı olmağı tövsiyə edirlər. Sizcə, fevral bu il Bakıya güclü qar və şaxta gətirəcək? Fikirlərinizi şərhlərdə bölüşün. Hava ilə bağlı təcili və operativ xəbərlər üçün bizi izləyin və abunə olun.